Salam dəyərli müəllim və müdavimlər, hər vaxtınız xeyir olsun. Hər birinizi xoş gördüm. Mən Fidan İskəndərova. Bu gün sizlərlə hər gün 18:00-da paylaşılacaq sınaqlardan Azərbaycan dili üzrə izahları bölüşmək istəyirəm. Vaxt itirməyək, başlayaq. Sözlərdən birinin fonetik xüsusiyyəti verilməmişdir. İlk və son samiti kardır. Saitlərdən yalnız biri qapalıdır. Səs artımı və səs düşümü var. Tərkibində bir açıq sait işlənən ahəng qanununa tabe olan sözdür. Hər birinə aid baxanda mən sözləri tələffüz edib daha sonra qərar verməliyəm. Gəlin o zaman hər bir sözü tələffüz edək. Bəli, dərinlik, tikanlı, avtomobil, saatla, xasiyyət. İlk və son samiti kardır. Bu uyğundur deməli bu hissəyə. Saitlərdən yalnız biri qapalıdır. Bu uyğundur avtomobil sözünə. Səs artımı və səs düşümü var. Bu uyğundur saatla sözünə. Tərkibində bir açıq sait işlənən ahəng qanununa tabe olan sözdür. Bu da dərinlik sözünü aparır. Cavabımız B variantı qaldı. Sual 2. Hansı cümlədə amonimli xüsusiyyəti olmayan frazeoloji birləşmə işlənmişdir? Biz bilməliyik ki, söz vermək, biz bilməliyik ki, işə düşmək, ürəyi getmək, üz vermək. Bunların hər biri amonimli olan frazeoloji birləşmədir. Yox, əgər siz qanı qaralmaq yazsaz, o frazeoloji birləşmədir, amma amonimli olmayan frazeoloji birləşmədir. Bu video izahın rəy bölməsinə ikinci sualda olan amonim frazeoloji birləşmələrin hər birinin mənaları hansı məzmunla amonim sayılır, onların hər biri qeyd kimi yuxarıda yazılmış olacaq. Rəy bölməsinə yaxınlaşaraq öz belə deyək yazdığınızı yoxlaya biləcəksiniz. Cümlələrin birində eyniköklü sözlər işlənmişdir. Aha. Eyniköklü sözləri tapmaq üçün biz müəyyən şərtlərə əməl etməliyik. Şərt 1. Verilən sözü eyniköklü saymaq üçün həmin sözlər quruluşca düzəltmə olmalıdır. Həmin sözlərin kökləri eyni nitq hissəsi olmalıdır və həmin sözlərin kökləri eyni məna olmalıdır. Cavabımız A variantı. Əkinçi və əkin sözləri düzəltmədir. Bu sözlərin kökləri eyni nitq hissəsi qaldı, əkmək feili və kökləri eyni mənada qaldı. B variantı niyə olmaz? Çünki yazı sözü düzəltmə olsa da yazır sözü sadədir. Gülçü sözü düzəltmə olsa da güllər sözü sadədir. Gülüş sözü düzəltmədir, razıyam, amma gülçünün kökü başqa mənadadır. Gülüşün kökü başqa mənadadır. Ovçu ilə ov eyni köklü olmaz. Çünki ovçu düzəltmə ov sadədir. Kəskinlə kəsti olmaz. Çünki kəskin düzəltmə kəsti sadədir. Variantımız oldu. Üçüncü sualda A variantı. Hansı cümlələr təsirli halda olan isimlə başlayır? İmtahanın ən sevilən sual tipidir. İsim deyirsə, mən 2-ni götürə bilmərəm, elələri əvəzlidir. 3-ü götürə bilmərəm, qocaları sifətdir. 6-nı götürə bilmərəm, dedikləri fe'li sifətdir. 2, 3, 6-nı çıxsam, bu formada qalacaq variantlar. Digərləri uyğundur. Çünki təsirli hal şəkilçisi I, I, U, Üdür. Amma siz kənardan baxmayın. Yaxınlaşın, baxın ki, I, I, U, Ü həm də mənsubiyyət şəkilçisi ola bilər. Məsələn, birinci cümlədə I, I, U, Ü təsirli yox, mənsubiyyətdir deyə biz biri də çıxırıq. Cavabımız qaldı 4 və 5. Sinifləri tək-tək gəzib, davamiyyəti yoxladılar. Fikirlərimi bildirmək mənim haqqımdır. Hər ikisində təsirli hal işlənib. Əziz dəyərli müəllim və müdavimlər, izahlar yararlı olursa paylaşıb bəyənməyi də unutmarsınız. Ürəyiniz istəsə əlavə olaraq rəy də yaza bilərsiniz. Unutmayın, sizlərin rəyləri bizə daha çox motivasiya verir. Bundan da əlavə siz ödənişli və yaxud da ödənişsiz qruplardan yararlanmaq üçün 055 527 25 99 nömrəsinə yaza bilərsiniz. Bəli, bizim artıq sınaq qruplarımız fəaliyyətə başlayıb. Bir ay daxilində 20 manat ödəməklə siz 80 sınaq işləyirsiniz. Bunlardan 40-ı mövzu, 40-ı ümumi sınaqdır. Eyni zamanda siz
Qoşulduğunuz müddət ərzində hər dərs, hər gün bir mövzunun da paketini izləmiş olursunuz. Sizə həm paket dərslər, həm də sınaqlar göndərilir bu 20 manat daxilində. Davam edək 5-ci suala. Hansı mürəkkəb adların yazılışında yanlışlıq var? Nəcəf bəy Vəzirov. Bəy sözü burada əslində balaca yazılmalıdır. 1. Salyan rayonu, rayon, şəhər, qəsəbə adları dırnaqsız yazılmalıdır. Çaldıran döyüşü, istər çaldıran döyüşü, istər digər döyüşlər, döyüşlər dırnaqsız yazılmalıdır. Cavabımız oldu C variantı. Mil düzü, sakit, okean bu tiplər birinci söz böyük, ikinci söz balaca yazılmalıdır. Uzaq sahillərdə filmi, bəli, film adları, qəzet, jurnal adları dırnaq içində yazılmalıdır. Cavabımız oldu 5-də C variantı. Hansı cümlədəki söz birləşməsinin aslı tərəfi feildən düzələn sifətdir? Bəli, bu tiplərdə diqqətli olmalıyıq. Biri var an-ən şəkilçisi, biri də var ağan-əyən şəkilçisi. An-ən şəkilçisi feili sifətin şəkilçisidir. Ağan-əyən isə feildən sifət düzəldən leksik şəkilçidir. Və bizdə birləşmənin aslı tərəfində, yəni birinci tərəfində ağan-əyən şəkilçisini görməliyik. Burada an-ən var. Burada an-ən var. Burada an-ən var. Burada an-ən var. Yəni A-da, B-də, D-də və Y-də feili sifət şəkilçisidir. Amma biz an-ən yox, ağan-əyən axtarırıq. Çünki biz feildən düzələn sifət axtarırıq. Cümlələrin birində əsas nitq hissəsi ilə amonimliyi olan köməkçi nitq hissəsi yoxdur. Baxaq, əsas nitq hissəsi ilə amonimliyi olan köməkçi nitq hissəsi var. Əsas nitq hissəsi ilə amonim olan köməkçi nitq hissəsi var. Əsas nitq hissəsi ilə amonim olan köməkçi nitq hissəsi var və əsas nitq hissəsi ilə amonim olan burada da köməkçi nitq hissəsi var. Cavabımız A variantıdır. A variantında elə bir köməkçi nitq hissəsi yoxdur ki, hansısa əsas nitq hissəsi ilə amonimlik olsun. Siz bu tip şərtlərdə qorxursunuz, çəkinirsinizsə cavab tapmağa, yoxduru var eləyin. 4 dənə variantı tapmaq üçün yoxduru var eləyin. Görəcəksiniz ki, B-də var, C-də var, D-də var, Y-də var. Deməli, sizin cavabınız olacaq A variantı. Yəni, cümlələrin birində əsas nitq hissəsi ilə amonimli olan köməkçi nitq hissəsi var. Belə yazsanız 4 dənə variant tapacaqsınız. Sizə tapmadığınız variant isə düzgün cavab kimi gəlmiş olacaq. İzahlar yaralıdırsa, bəyənməyi, paylaşmağı unutmayın. Məqsədimiz tədris ili boyunca sizləri ödənişsiz sınaqlardan da doya-doya yararlandırmaqdır. Gələk növbəti suala. Biri quruluşca mürəkkəb deyil. Baxaq, bilirik ki, cümlələr sadə ola bilər, mürəkkəb ola bilər. Məsələn, izah etdi müəllim, dinlədilər tələbələr. Bu tip versiya görsəz, yəni hər xəbərin özünün müstəqil mübtədası varsa, bu tip cümlələr mürəkkəb cümlələrdir. Keçdi gün, qaydasına düşdü işlər. Bəli, bu da mürəkkəbdir. Başladı yarış, mübarizə apardılar idmançılar. Bu da mürəkkəbdir. Başladı tədbir, doldu zal. Bax, hər xəbərin öz mübtədası varsa quruluşca mürəkkəbdir, yoxdursa quruluşca mürəkkəb deyil. Hansı cümlədə isimləşmiş təyini əvəzli işlənmişdir? İsimləşmiş təyini əvəzli işlənib. Təyini əvəzliklər öz, hər, bütün, filan, eyni. Bax, öz, burada yoxdur, burada var, burada var, burada var. Görün, hansı isimləşib? Bildiyimiz kimi də isimləşmək üçün isim kateqoriyası mütləq orada işlənməlidir. Ona görə burada və burada isim kateqoriyası yoxdur. Gələk 10-cu, sonuncu suala. Nümunədə buraxılmış durğu işarələrini və sayını müəyyən edək. Baxaq, sən həqiqətən gələcəksən, yoxsa yalnız söz verirsən? O soruşdu.
Həqiqətən modal söz olduğuna görə hər iki tərəfdən vergül istəyir. Gələcəksən, fikir bitirirsə vergül istəyir. Yoxsa yalnız söz verirsən, o soruşdu. Burada da bir tire olacaq, çünki artıq fikir bitdi, belə deyə də müəllifin kimsə tərəfindən gəlib bizə ötürdüyü fikir bitdi deyə biz artıq orada tire də qoymalıyıq. Soruşdudan sonra nöqtə qoyulmalıdır. Daha sonra burada artıq dialoq yoxdursa, mən dırnaqları da açıb fikir bitənə qədər bağlamalıyam. Yəni başqasının belə deyə də fikri bitənə qədər bağlamalıyam. Dırnaqlar və yaxud iki dırnaq. Hər ikisi eyni mövqedir. İki dırnaq, 3 vergül, bir sual, bir tire və bir nöqtə. Yadda saxlayın. Məsələn, bəziləri deyər ki, bəs mən burada sual qoymuşam axı, həm burada qoymuşam, həm də burada. Yadda saxlayın. Bu tip nümunələrdə fikir tam da ifadə olunmayıbsa, 2 dənə suala ehtiyac yoxdur. Ən sondakı fikrin o sual cümlənin bitdiyi hissəyə sual qoymaq bəs edəcək. Cavabımız olacaq D variantı. Hansı sualın izahı sizə tam aydın olmadısa, daha ətraflı izah eləməmi istəyirsinizsə, bir daha izah eləməmi istəyirsinizsə, rəy bölməsinə də öz suallarınızı yaza bilərsiniz. İzah yararlı oldusa, bəyənib paylaşmağı unutmayaq. Sağ olun, növbəti izahlarda görüşmək ümidi ilə özünüzə yaxşı baxın.